Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 284 saylı məktəbin bir qrup valideyni Xəzər xəbərin qaynar xəttinə müraciət edib. Valideynlər iddia edirlər ki, birinci siniflərə qəbul ləğv olunub. Onların sözlərinə görə uşaqlar qəbul prosesi zamanı müəyyən edilmiş tələbləri yerinə yetirərək təhsil almaq hüququ qazanıblar, amma qəbulla bağlı onlara dəqiq cavab verilməyib. Müsahibədən keçən şagirdlər birinci sinifə qəbul ola bilməyiblər. Xəzər xəbərin qaynar xəttinə müraciət edən valideynlər iddia edirlər ki, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 284 nömrəli tam orta məktəbdə oxumaq üçün müsahibədən uğurla keçən 21 şagirdin qəbulu sonradan dayandırılıb. Birinci sinifləri qəbulunu dayandırmaq istəyirlər, açmaq istəmirlər sistemi, amma tələbat var, fakt bizim məktəbdə indi tələbat var. 25 dənə uşaqdan çox uşaq var, indi hal-hazırda bizim şeydəki istəyirlər bura uşaqlarını qoysun. Hələ birinci mənə götürün. Bilmirəm, mən bir müəllimə kimi bildim ki, bu ildən bizdə qəbul yoxdur. Nəzərə almaq lazım, uşağın biri burada, biri orada oxuya bilməz. Əlbəttə ki, valideyn qalır yollarda. Ya uşağın buradan çıxartıb aparmalıdır onu məktəbə, orada da yer olmazsa qalacaq elə. Daha gözəl olar, daha yaxşı olar ki, yəni pərəm-pərəm olmazdı evlatları. Yəni o tərəfdən bu az sektorunda gedirsə də, təzədən məcbur qalacaq o biri məktəbə. İndi də biz getdik, Təhsil Nazirliyi də şikayətimizi bildirdik, xahiş elədik, yəni direktorumuzu da getmişik demişik, Təhsil Nazirliyi də getdik, dedik ki, niyə açılmasın, niyə bu tələbat olarlar, bu məktəbdə niyə bağlamaq istəyirlər. İnşallah bizə dedilər ki, 2-3 günə cavab verəcəklər. Məsələ ilə bağlı Məktəbə qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, birinci siniflərə qəbul elektron sistem vasitəsilə aparılır və mayın 6-sından bugünədək təxminən 106 min uşaq üçün qəbul uğurla tamamlanıb. Sinif komplektlərinin formalaşdırılması qəbul prosesi tam başa çatdıqdan sonra həyata keçiriləcək. Müsahibədən keçən şagirdlər üçün iyunun 17-sindən etibarən məktəb və müəllim seçimi mərhələsi başlayacaq. Qəbul prosesi sentyabr ayınadək davam edəcək və bu müddət ərzində müxtəlif mərhələlər üzrə seçim və qeydiyyat aparılacaq. Sevinci Vaqif qızı, Səbuhi Mustafayev, Şəbnəm Qurbansoy, Xəzər xəbər.